Çuğundurun möcüzələri bilirdiniz, yaxın oturun. Çuğundurun heç vaxt qabığını tullamayın, heç bir halda. Çuğundurun qabığında olan faydaları sizə indi danışacağım və dəmləməsini də göstərəcəm. Belə bir qaba əlavə edirsiniz. 2 diş sarımsağı götürürsünüz. Bu formada əzirsiniz. Əlavə elədiniz. Və yarım litr su. Göndəririk qaynamağa. Pişmiş, çiğ saatlarda şirəsini, sokunu rahat şəkildə içə bilərsiniz. Əsas odur ki, çuğundur qəbul edək. Çuğundurun insan orqanizmində çox böyük əhəmiyyəti vardır. Qanda xolesterinin yaranmasının qarşısını alır. Qaraciyəri tənzimləyir. Qanda şəkərin yaranmasının qarşısını alır. Ürək döyüntülərinə çox güclü fayda verir. Qarında kipriklərin əriməsində müsbət təsir göstərir. Çuğundurun formasından belə ürək formasına yaxın olduğunu görürsünüz ki, və qan azlığına müsbət təsir göstərir, qanı belə artırır. 40 dərəcədən aşağı 1 xörək qaşığı zeytun yağı, yarım xörək qaşığı təmiz bal. Bax, bu əsil vitamin deposudur. 7 gün səhərlər qəbul edin, sağlam olun dostlar.